Tanış olun, yenilənmiş havalı aşaltı hibrid. Diqqətiniz məndə olsun, yeni nələr var nələr. Elə eksterierdən başlayaq. Radiator barmaqlığı daha düzləşdirilibdir. Ön fənərlərin altına belə bir gündüz işıqları əlavə olunub. Bu avtomobili daha ciddi, daha aqressiv göstərir. Maşının təkər bazası, clearance eyni olaraq qalıbdır. Sadəcə ölçülərində uzunluq biraz dəyişib. 4683 mm-dən 4703 mm-ə yüksəlib. Arxa stop işıqları mənim çox xoşum gəldi. Great Wall Motor siyahısını görürük burada. Spoilerin üzərindəki stop işığı da işıq zolağı ilə əvəzlənib. Bu daha fərqli göstərir avtomobili. Keçdiyi interyerə burada daha maraqlıdır. Gördüyünüz kimi sükan artıq qalınlaşdırılıb və sükan doğrudan da çox əladır. Adaptiv cruise kontrolun selektoru sükanın sol tərəfindəki düymələrə keçirilibdir. Artıq yeni 14.6 düym ölçüdə daha böyük və daha parlaq monitor, hətta yeni əməliyyat sistemi ilə səslə idarə etmə də mümkündür. Hello Great Wall. Открой водительское окно. Открой шторку. Bax belə. CarPlay və Android Auto artıq naqilsizdir. Sürücü oturacağına yaddaş və rahat giriş funksiyası əlavə olunub. Siz avtomobilə minib düşəndə oturacaq avtomatik arxaya qabağa hərəkət eləyir. Orta konsol dəyişib, transmisiya selektör isə sükanın arxasındadır. Bu çox praktikdir. Ən əsas Black Piano detalları artıq yoxdur. Açar da maraqlı da. Maraqlısı odur ki, avtomobilin qiyməti dəyişməyib. 45.900 manata yeni avtomobil, daha çox opsiyalar. Avtomobillə Havalı Azərbaycan satış mərkəzində tanış ola bilərsiniz. Məncə bəyənəcəksiniz.